Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda asan hazırlanan şirniyyat reseptini sizinlə bölüşürəm. Buna piroq, kətə də demək olar, yumşaq, dadlı, çay süfrəsinə yaraşan bir şirniyyat alınır. İlk hazırlayan xanımlar belə bu kətədən çox rahatlıqla hazırlaya bilər. İndi keçək hazırlanma qaydasına. Kətənin xəmiri üçün ərzaq qabına 2 ədəd yumurta əlavə eləyirəm. Üzərinə 1 çimdik duz. 250 ml stəkanla 1 stəkan şəkər tozu, qaşıqla təxminən 9 dolu xörək qaşığı şəkər tozu eləyir. Şəkər tozu ilə yumurtanı əvvəlcə biraz qarışdırıram. Alınan qarışıma 150 qram yumuşalmış kərə yağını əlavə eləyirəm. İstəyə görə kərə yağını margarinlə ya da bitki yağı ilə də əvəz eləmək olar. 1 paket 5 qram şəkərli vanil, 200 ml stəkanla 1 stəkan yağlılığı 10% olan xama əlavə eləyirəm. İstəyə görə xamanı qatıqla da əvəz eləyə bilərsiniz. 1 paket 10 qram, bir də yarım paket 5 qram, ümumilikdə 15 qram qabartma tozu əlavə eləyirəm. Bu ərzaqları da biraz qarışdırıram. Piroqun xəmiri üçün unu əvvəlcədən ələkdən keçirtmişəm. Unu apardığı qədər istifadə eləyəcəm. Əvvəlcə unun bir hissəsini qaba tökürəm. Üzərinə qovurulmuş blenderdən keçirtdiyim 1 stəkan yer fındığını əlavə eləyirəm. Yer fındığını qozla, adi fındıqla, badamla da əvəz eləmək olar. Əlinizin altında nə varsa ondan istifadə eləyə bilərsiniz. Yenə un əlavə eləyib biraz qarışdırıram. Artıq qarışdırmaq çətin olduqda yenə un əlavə eləyib xəmir yoğururam. Ələ az yapışan, çox yumşaq bir xəmir olmalıdır. Ona görə unu hissə-hissə əlavə eləmək lazımdır. Sonda 2 xörək qaşığı qədər də bitki yağı əlavə eləyirəm. Onda xəmiri yoğuranda ələ yapışmır. Çox yaxşı, yumşaq xəmir alınır. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Videolarımda həmişə qeyd eləyirəm. Unun çəkisi növünə görə, bir də yumurtanın ölçüsünə görə dəyişə bilər. Ona görə hissə-hissə əlavə eləyəndə xəmir də yaxşı alınır. Belə gördüyünüz kimi ələ az yapışan, yumşaq, yağlı bir xəmir alındı. Kətəni bişirəcəyim formanın içini bitki yağı ilə yaxşı-yaxşı yağlayıram. Xəmirin hamısını formaya boşaldıram. Videoda göstərdiyim kimi əlimlə üstündən sıxaraq xəmiri formanın içi ilə bir yayıram. Onu da qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 30 sm-dir. Bu qaydada xəmiri yayandan sonra üzərinə yumurta çəkirəm. 1 ədəd yumurta götürmüşəm. Üzərinə 1 çay qaşığı qədər soyuq su əlavə eləyib qarışdırıram. Qarışdırandan sonra xəmirin üstünə çəkirəm. Hər yerinə yumurtalı qarışımdan çəkirəm. Yumurtanı çəkəndən sonra piroqu elə belə sadə də bişirmək olar, bişirəndən sonra doğramaq olar, amma həm gözəl görünməsi üçün, həm də asan doğranması üçün kvadrat şəklində doğrayıram. Siz öz zövqünüzə görə ya kvadrat, ya da elə paxlava şəklində də doğraya bilərsiniz. Doğrayandan sonra da üzərini qalan yer fındığı ilə bəzəyirəm. Bu qaydada hazırlayandan sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 30-35 dəqiqə üstü qızarana kimi bişirirəm. Kətəm artıq bişib hazırdır. Gördüyünüz kimi çox yaxşı qabarıb, üstü çox yaxşı qızarıb, çox gözəl qoxular gəlir, çox gözəl şirniyyat alınıb. Qoyuram qalır, tam soyuyur. Soyuyandan sonra elə formadan bütöv də çıxartmaq olar, amma mən elə kəsdiyim hissələrdən yenə doğrayıram. Doğrayandan sonra da çox rahatlıqla formadan çıxır. Belə gördüyünüz kimi altı da yaxşı bişib, üstü də çox yaxşı qızarıb, çox gözəl kətələr alınıb. Qonaqlarınız gəlincə hazırlaya biləcəyiniz çox asan bir şirniyyat reseptidir.
Sadə şəkildə də hazırlamaq olar. Xəmirə başqa əlavələr də eləyib, fərqli şəkildə də hazırlaya bilərsiniz. Çox gözəl alınır. Yumuşaq, ağızda əriyən bir kətələr alınır. Siz də hazırlayın ailəniz üçün, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.